Salam, hər vaxtınız xeyir. Bu cücə dərsimiz koordinatlar, funksiya B variantıdır. Deməli, bizə deyir ki, koordinat müstəvisində bu nöqtəni qurun. Nöqtəni qurmaq üçün koordinat sistemini çəkirəm. Koordinat sisteminin üzərində mütləq 0 və vahid parçanı qeyd eləməliyik. Sonra bundan istifadə edib mənfi 3, 6 nöqtəsini qururam. Deməli, sol tərəfdə mənfilər olur. Mənfi 1, mənfi 2, mənfi 3. 6 da 1, 2, 3, 4, 5, 6 da buradadır. Deməli, mənfi 3, 6 nöqtəsi M nöqtəsi burada yerləşir. O, x oxuna nəzərən M nöqtəsinə simmetrik N nöqtəsini. Deməli, x oxuna nəzərən simmetrik deyirsə, x-i qalır, y əksinə dəyişir. Deməli, M nöqtəsinin koordinatı mənfi 3, 6-dır. Onda N nöqtəsinin koordinatı mənfi 3, mənfi 6 olasıdır. 1, 2, 3, 4, 5. Bu da oldu mənfi 6. Mənfi 6, 3 nöqtəsi də burada oldu N nöqtəsi. İndi M məsafəsini tapın deyil. Deməli, buradan bura qədər olan məsafə 6-ya, bu məsafə də 6-ya bərabərdir. Deməli, onu da buradan tapıram ki, M bərabərdir 6 üstəgəl 6, o da bərabərdir 12-yə. İkinci tapşırıqda düz mütənasiblik verilir bizə. Həmin düz mütənasibliyə əsasən x'ləri y verilir, x'ləri tapmalıyam. Deməli, burada y bərabərdir 4x düsturu verilir. Y-in verilmiş qiymətlərinə görə x-in ala biləcəyi qiymətlərin cəmini tapın. Deməli, birincidə verir bizə y bərabərdir 10. O da bərabərdir 4x. Buradan x bərabərdir 2,5. Deməli, x-lərin qiymətlərinin cəmi deyil. 2,5. Hələ ki yazaq bura. Burada da 2,5 oldu. Sonra 16 bərabərdir 4x-ə. X də bərabərdir 16-nı 4-ə böləndə 4. İkincinin cəmi 4. Cavabı 4. Burada 4 yazıram. 22. 22 bərabərdir 4x-ə. X də bərabərdir 22-ni 4-ə böləndə 5. 20-də də 4, yenə 5. 5,5 də bunu cavab eləyir. 5,5 və burada yazıram üstəgəl 5,5. Hesablayıram. Bu ikisi bir yerdə eləyir 8, bu da 4. Hamısı bir yerdə elədi 12. Növbəti tapşırığımız koordinat müstəvisində nöqtələrini qurun deyil. Əvvəl burada koordinat müstəvisində verib nöqtələri quraq. Mənfi 6, 4. 1, 2, 3, 4, 5. Bu olasıdır mənfi 6. 4 dənə də yuxarı qalxacam. 1, 2, 3, 4. Bu. Nöqtəmiz oldu A nöqtəsi. B nöqtəsi 3, 4. 1'dirsə bu 2, 3 bu olasıdır. 4 də burada qeyd eləmişdim. Bu da B nöqtəsi. C nöqtəsi 3, mənfi 2. 3, mənfi 2 də buradadır. Bunu da qeyd eləyirəm burada. C nöqtəsi. D-ni tapın deyir. Deməli, bu düzbucaqlı olmalıdır. Düzbucaqlı olmaqdan ötürü deməli, burası düz sonsuz. Belə gəldi bura qədər. Bu da bura qədər gəlib, buradan da birləşməlidir, belə. Deməli, indi bu nöqtənin koordinatını D ilə işarə eləyirəm. Oldu mənfi 6, mənfi 2 nöqtəsi. Alınmış düzbucaqlının perimetrini və sahəsini tapın. Deməli, A, yəni balaca tərəfini götürün burada, nə? 4 vahid buradadır, 2 vahid burada. Deməli, eni 6-dır. B bərabərdir. Uzunluğunu tapanda da. Burada 3 vahidimiz var. Burada 6 vahidimiz. 3 ilə 6-nı toplayanda uzunluq elədi 9. İndi perimetr düsturunu yazaq. P bərabərdir 2 vur A üstəgəl B. O da bərabərdir 2 vur 6 üstəgəl 9. 6 ilə 9 toplayanda 15. 2'ye də vuranda 30 eləyir. S bərabərdir A vur B. 6 vur 9. 6 dəfə də 9'un 54 eləyir bunun sahəsi. 4. Koordinat müstəvisində qeyd olunmuş nöqtələrdən o, y oxuna paralel çəkilmiş düz xətlər o, x oxuna hansı nöqtələrdə kəsir? X oxunu hansı nöqtələrdə kəsir deyilsə, deməli, aydındır ki, burada x oxunun koordinatları neçəsi olar? Mənfi 3-də kəsir, ikincisi 6-da kəsir, üçüncüsü mənfi 4-də kəsəsin. Əssalam belə. Funksiya düsturu ilə verilmişdir, cədvəl doldurun. Deməli, x-in yerinə verir mənfi 2. Birincidə.
X'in yerine mənfi 2 qoyuram. X bərabərdir mənfi 2 olduqda Y bərabərdir 3 vurulsun mənfi 2 üstəgəl 4. O da bərabərdir mənfi 6 üstəgəl 4. Cavab eləyir mənfi 2. Deməli, bura yazmalıyam mənfi 2. Sonra Y 16 verdi. Yazıram Y bərabərdir 16. İkinci hissəsində. Yazıram 16 bərabərdir 3x üstəgəl 4'ə. 3x bərabərdir 16'dan 4 çıxıram. 12. X də bərabərdir 4. Deməli, burada da cavab aldım 4. İndi x'i 4 verdi. Üçüncü. X bərabərdir 4 olduqda Y bərabərdir 3 vur 4 üstəgəl 4. 4'ü 3'ə vuranda 12, üstünə də 4 gələndə 16. Sonra dördüncü bənddə Y-i verib 11, mənfi 11. Deməli, yazıram mənfi 11 bərabərdir 3x üstəgəl 4. 3x bərabərdir mənfi 11 çıx 4. 3x bərabərdir mənfi 15'ə. X də bərabərdir mənfi 15'i bölürəm 3'ə. Eləyir mənfi 5. Deməli, burada da düşdü mənfi 5. Sonra x bərabərdir mənfi 6. Mənfi 6 olduqda Y bərabərdir 3 vur mənfi 6 üstəgəl 4. Mənfi 18 üstəgəl 4. Mənfi 14 eləyir. Burada da mənfi 14. 25. Y bərabərdir 25 olarsa 25 bərabərdir 3x üstəgəl 4'ə. 3x bərabərdir 25'ten 4 çıxıram. 21. X də bərabərdir 21 bölünsün 3. X də bərabərdir 7'ye. Deməli, burada x də bərabər oldu 7'ye. Beləliklə cədvəli tamamlamış olduq. A natural ədədini 15'ə böldükdə nataban qismət n qalıq 9 alınır. Deməli, burada deyiləni yazaq. A-nı 15'ə böldükdə cavabda n alınır, qalıqda 9 alınır. A-nın n'dən asıllıq düsturunu yazın. Deməli, qalıqlı bölmədə bölünəni tapmaq üçün böləni qismətə vurub n vur 15, üstünə də qalığı gəlməliyəm. Bunu da 15n üstəgəl 9 kimi yazsam, A-nın deməli A-nın n'dən asıllıq düsturunu yazmış oluram. A-nın n'dən asıllıq düsturu. Deməli, n'in qiymətini bilməsəm, A-nın qiymətini bilmərəm. İndi bizə deyir, n bərabərdir 8. Olduqda A-nı tapın. N'in yerinə 8 yazıram. Deməli, A bərabərdir 15 vur 8 üstəgəl 9 bərabərdir 80, 85'in 40. 80'dan da 40'ın eləyir 120, üstünə də 9 gələndə eləyər 129. Növbəti məsələ. Ehtiyatda olan quru otu 60 inəyə 30 günə çatar. Deməli, burada 60 inək 30 gün varsa, deməli, inəklərin sayı artdıqca günlərin sayı azalasıdır. Yəni, bu tərs mütənasibdir. Tərs mütənasib cəmiyyətlərdirsə, deməli, Y bərabərdir K bölünsün X düsturu ilə hesablanılır. Burada 60 inəkdirsə, 60 bərabərdir K bölünsün 30 dənə gündür. Onda burada K-nı tapmaqdan ötürü 60'ı vururam 30'a eləyir 100, 1800. Deməli, burada K 1800 olmalıdır. Yəni, biz bilirik ki, tərs mütənasib cəmiyyətlərin hasili eyni bir ədədə bərabərdir. Burada mən Y-i tapmaqdan ötürü, deməli, 90 vur Y bərabərdir 1800. Buradan da Y bərabərdir 20. Deməli, bunu tapıram 20. Sonra 15 vur x bərabərdir 1800. X də bərabərdir 18'də 15 bir dəfə, 30'da 2 dəfə, 120 də eləyir bunun cavabı. Sonra bu birində 45 vur y bərabərdir 1800. Y də bərabərdir 1800 bölünsün 45. Deməli, 180'də 45 olar 4 dəfə. Bir tane de sıfırı var burada 40. Burada da cevap eləyir 40. Öbüründə də birbaşa da yazmaq olar da. Burada da 1800 olmaqdan ötürü
180 olmalı ki ona vuranda 1800 olsun. Beləliklə cədvəl tamamlamış olduq. Y cəmiyyəti x-dən düz mütənasib asıllıqdır. Bu asıllığın düsturunu yazın. Deməli, düz mütənasib cəmiyyətlərdə bilirik ki, y bərabərdir kx şəklindədir. Verilənləri yerinə yazın. 6 bərabərdir k vur, x-i də verdi 4-də 3. Buradan k-nı tapmaqdan ötürü 6-nı bölməliyəm 4-də 3-ə. 6-nı 4-də 3-ə bölmək 3-də 4-ə vurmaqdır. 3 ilə 6 ixtisar edir 2, 2-yi də 4-ə vuranda eləyir 8. Deməli, bizdə düz mütənasibli y bərabərdir 8x formasında. Olası da düsturunu yazın bir. Hansı düsturun tərs mütənasib asıllığı ifadə etdiyini tapan həmin düstura əsasən cədvəl doldurun. Bu ya düz deyil ya tərs. Bu da yenə, bu da yenə. Burada bir dənə bu düz mütənasibdir. Bu isə tərs mütənasibdir. Bizə də tərsi soruşur. Deməli, burada mən 3 ilə əsasən cədvəl doldurmalıyam. X-ə 2 verəndə 42-yi 2-yə böləm 21. X-ə 3 verəndə 14. X-ə 6 verəndə 42-yi 6-ya böləm 7. X-ə 7 verəndə 42-yi 7-yə böləm 6. Yazmaqla cədvəli tamamlanmış oldu. Onda uyğunluğu müəyyən edin. Deməli, burada hamısını dənə-dənə yoxlamaq lazımdır. Birincidən başlayaq. Deməli, x-ə 9 verəndə hesablayaq. Y yazaq. X bərabərdir 9. Y bərabərdir 5 vur 9 üstə gəl 3 45-in üstünə 3 gələndə 48 eləyir. Amma burada y-i 0 verib. Deməli, 1-ə A uyğun gəlmədi. İndi 1-ə B-sini yoxlayayım. X bərabərdir -2. Y bərabərdir 5 vur -2 üstə gəl 3. -10-un üstünə 3 gələndə -7 eləyir. Deməli, B bəndi bura uyğun gəldi. C-ni yoxlayaq. Y-ə verirəm -18. -18 bərabərdir 5x üstə gəl 3-ə. 5x bərabərdir -21-ə. X də bərabərdir -4 tam neçəliyi? Burada 3 verdi. Deməli, C bəndi də uyğun gəlmədi. D-ni yoxlayaq. Y-ə 5 verirəm. 5 bərabərdir 5x üstə gəl 3. Buradan 5x bərabərdir 2-yə. X də bərabərdir 0,4-ə. Amma burada x 14 verdi. Deməli, bu uyğun gəlmədi. Y-ə 0 verirəm indi. Y-ə 0 verəndə 0 bərabərdir 5x üstə gəl 3. Buradan 5x bərabərdir -3-ə. X də bərabərdir -3-də 5. 0 dəfə, 30-da da 5, 6 dəfə. -0,6. Deməli, E bəndi də uyğun gəldi bura, B-yə. Deməli, B və E bəndi getdi 1-ə. İndi 2-ləri yoxlayıram. 2-də x-in yerinə 9 yazanda buna yazaq 2. X-ə verirəm 9. Y bərabərdir 5 vur 9. Yox, bir dəqiqə. Bu 2-yi yoxlamalıydım. -6 vur 9. 6 dəfə 9-u -54 eləyir. 9 verəndə burada 0 yazdı. Deməli, 1 buna uyğun gəlmədi ikinciyi. O birinə baxıram. -18 C bəndini yoxlayıram, yəni 2 üçün. Bərabərdir -6x-ə. X də bərabərdir 3-ə. Deməli, baxın, -18 verəndə 3 aldı. Deməli, 2-yə C bəndi uyğun gəldi. D-ni də yoxlasam, Y-ə verirəm 5. 5 verəndə bu x-i 14-ə, -6-14-ə vuranda 5 eləmir. Deməli, bu da uyğun gəlmədi. 2-yə yalnız C variantı. İndi 3-cü funksiyada qiymətləri yoxlayıram. 9 verirəm, deməli. Yazıram, x bərabərdir 9 olduqda, y bərabərdir 9 çıx 9, o da bərabərdir 0. A bəndi buna uyğun gəldi. C-ni yoxlayaq indi. Y-ə verirəm -18. -18 bərabərdir x çıx 9-a. X də bərabərdir -18 üstə gəl 9. Bu da eləyir -9. Amma burada verdi -3. Deməli, C bəndi buna C bəndi onun üçün uyğun gəlmişdi. 2-yə. Bir dənə D bəndi qaldı. Onu da yoxlayaq. Deməli, Y-in yerinə verirəm 5. Burada. Y bərabərdir 5. Yazıram, 5 bərabərdir x çıx 9. X də bərabərdir 5 üstə gəl 9. O da bərabərdir 14-ə.
Y-ə 5 verəndə x-də 14 olur. D bəndi də buna uyğun gəlir. D. Deməli, B, Y, S və A, D variantları uyğun gəldi. Vəssalam, hələlik bu qədər. Sağ olun, növbəti dərsdə görüşərik inşallah.